Deməli, maddə miqdarı ətraflılar 12-ci sual. XSO4 bur NH2O. Kristal hidratında 12,8% kükürt var. 12,8%. Burada nə qədər kükürt var? 1. O da eləyir 32 qram. Bəs kristal hidrat ümumi neçə faizdir? Əlbəttə ki 100%. Onda yazıram. 32 qram 12,8%dirsə, x qram 100%dir. X eləyir 250 qram. Deməli, bunun MR-ni tapdım 250 qram. İndi deyir ki, 36% su var. Suda 36%dir. 250 qram maddənin özüdür. Onda yazıram. 250 qram 100%dir. X qram 36%dir. Onu da ixtisar aparırıq, eləyir 5 vur 18. Su 5 vur 18. Və məndən soruşurdu N-i. Deməli, N neçədir? N 5-dir. Bunu tapdıq. Sonra mənə deyir, X-in nisbi atom kütləsini tapın. Molyar ümumi kütləni bərabər eləyirəm 250-yə. X üstə gəl, SO4-ün kütləsi 32, üstə gəl, 64, üstə gəl, 5H2O-nun kütləsi 5 vurulsun 18. Və bərabərdir 250-yə. Buradan hesablayıram, X-i tapıram 64. Bu da ikinci, X-in nisbi atom kütləsi. Sonra qarışığın tərkibi azot, bir də helium. Qarışığın kütləsi M. Nə deməkdir? Yəni, qarışıqda azot və helium eyni kütlədədir. Qarışığın orta molyar kütləsini soruşur. Azotun 1 molunun kütləsi 28-dir, heliumun 1 molunun kütləsi 4-dür. Və eyni kütləyə gətirmək üçün o zaman mən bu 4-ü əkop tapıram. 4-dən 28-ə eləyir 28. Azot 1 mol götürülür. Heliumun kütləsi 4-dür. Deməli, helium 7 mol götürülür ki, 7 dəfə 4 eləsin 28. Və bunun molyar kütləsini tapıram. Deməli, mənim qarışığım 1 mol azot 7 mol heliumdan ibarətdir. Və molyar kütləni tapıram. 1 vurulsun 28, üstə gəl. 7 vurulsun 4. Bərabərdir 1 üstə gəl 7. 28 azotdur, 28 heliumdur. 56-nı bölürəm 8-ə. O da eləyir 7. Molyar kütlə oldu 7. Sonra mənə nə deyir? Deyir ki, bu qaz qarışığında heliumun kütləsini 2 dəfə artırsaq, helium 7 moldur. 2 dəfə artıranda neçə mol eləyəcəm? Eləyəcəm 2 dəfə çox, yəni 14 mol helium. Və bu qaz qarışığının molyar kütləsini tapıram. Y yazaq. Y bərabərdir. 1 vur 28 üstə gəl. 14 vur 4. Bölünsün 1 üstə gəl 14. Yəni 15. 28 ilə bu da eləyir 56. 84. 84-ü bölürəm 15-ə. 75-in içində 5 dənədir. 5,6 qram. Bu da 7 qram. İndi bizə deyir, qarışığın orta molyar kütləsi neçə dəfə azalar? 7-ni bölürəm 5,6-ya. Görüm neçə dəfə azalır. O da eləyir 1,25. Deməli, 1,25 dəfə azalar. Bu da oldu 13-cü məsələ. 14-cü məsələ. Deməli, maddələr X3, N2. Bir də kalsium CO3. Kütləsi M. Nə deməkdir? Yəni, N kütlədədir. Atom sayı 10 Na. 10 Na nə deməkdir? Yəni, hər ikisində 10 vur Na sayda atom var. Kalsium CO3-də 5 atom var 1 molunda. Onda neçə molda 10 Na'dır? 2 molda. Həmçinin X3N2-də də 5 atom var 1 molda. 10 atom 2 molda. İndi M nədir? M 2 mol kalsium CO3-ün kütləsidir. 2 mol kalsium CO3-ün kütləsi M qramdır. 1 molunun da kütləsi molyar kütlədir. 100 qramdır. Buradan M eləyir 200. Deməli, M-i tapdıq. 200. Bu ikincidir.
Bir də X elementinin nisbi atom kütləsi bu rahatdır. Baxın, 2 molun kütləsi 200-dür, M-dir. 1 molun da kütləsi eləyir 100. Onda yazıram 3x üstə gəl 28 bərabərdir 100 qram. 3x bərabərdir 72, x də bərabərdir 24. Buradan da tapdım x-in nisbi atom kütləsini. Sonra gəlir 15-ci sual. Qaz qarışığının tərkibi H2 və O2. Qaz qarışığının kütləsi 400 qramdır. Bu ümumi kütlədir. Qaz qarışığının orta molyar kütləsi 8 qramdır. Mən buradan hərəsinin molunu tapıram. 8 qram bərabərdir. X vur 2, üstə gəl, 1 çıx x vur 32. Buradan x-i tapıram. 8 bərabərdir 2x üstə gəl, 32 çıx 32x. Sonra 30x bərabərdir 24, x də bərabərdir 0,8. Mən x nəyə götürmüşdüm? Hidrogeni. Deməli, hidrogen 0,8 moldur, oksigen 0,2 moldur. Bizdən nə soruşur? Hidrogenə görə hidrogenin kütlə payını tapın. Harda? 400 qramın içində. İndi mən tapdım ki, 0,8-dən 0,2 moldur. 8 qramın içində. 8 qramda 0,8 qram 0,8 mol hidrogen var. Yazıram. Belə də yaza bilərəm. Qarışığın kütləsi 400-dür. 400 qram x moldur. X mol qarışıqdır. Biz də bilirik ki, 8 qram 1 moldur. Çünki molyar kütləni 8 verib mənə. Buradan x-i tapıram 50 mol. İndi bu 50 molun nə qədəri hidrogendir, nə qədəri oksigendir. 50 mol bu qarışığın moludur. Hidrogen 10,8 ilə 10,2-dir. Yəni 4-ün 1-ə nisbətində birləşib. 4H2 ilə 1O2 birləşib. Onda 50 molun cəmi 5 moldur, düzdür? 50 molun nə qədəri hidrogen, nə qədəri oksigendir? 40 molu hidrogendir, 10 molu oksigendir. Bizdən nə soruşur? Hidrogenin kütlə payı. 40 mol hidrogen eləyir 80 qram. Onda yazıram 80 qram x faizdir, 400 qram qarışıq 100 faizdir. Oradan x eləyir 20 faiz. Və daha nə deyir? Deyir ki, bu qarışığa neçə qram oksigen əlavə etdikdə güruldayıcı qarışıq. Güruldayıcı da bilirik ki, 2-nin 1-ə nisbətindədir. Ancaq indi hidrogen 40-dır, oksigen 10-dur. 2-nin 1-ədirsə, 40 olanda 20 olmalıdır. Hidrogen 40 olanda oksigen 20 olmalıdır. Onda onun üstünə də 10 mol oksigen gəlirəm ki, 20 olsun. Yəni 10 mol oksigen əlavə etməliyəm. 10 mol oksigen də 10 vur 32-dir. Yəni 320 qram. Sonra 16-cıya baxırıq. Deməli, cədvəli baxırıq. N mol CO2-dir. N mol da O2-dir. Eyni molda verib. Bu 44 qramdır. Bu 32 qram. Alınan qarışığın kütləsi 44 ilə 32-nin arasındakı qiymətlərdən birini alır və eyni mol götürəndə orta qiymət alır. Deyir, indi qarışığa azot əlavə edilən zaman molyar kütlə necə dəyişir? Azotun da kütləsi N2-dir. Bunların orta qiyməti neçə eləyir? 44-ün üstünə gəlirəm 32-ni, bölürəm 2-yə. 76-nı 2-yə böləndə eləyir 38. Molyar kütlə 38-dir. İndi mən bura azot əlavə etdim. Azot da 28-dir. Onda qarışıq hansı qiymət alacaq? 38-dən 28 arası. Yəni 38 nə edəcək? Aşağı düşəcək. Onda molyar kütlə nə edir? Azalır. Sonra ikinci C2H4 ilə CO-dur. Bunun da kütləsi 28-dir, bunun da kütləsi 28-dir. Orta kütlə eləyir elə 28. Və azot əlavə edəndə azotun da kütləsi 28-dir. O zaman dəyişmir. Sonra C2H2. Bunun kütləsi 26-dır. C2H4 28-dir. Qarışığın kütləsi 26 üstə gəl 28 böl 2. 54-ü bölürük 2-yə eləyir 27. İndi bura azot əlavə etsək, azot 28-dir.
Kütlə necə 27-dən yuxarı qalxacaq, yəni artacaq. Dördüncü CH4 ilə CH4'dür. CH4 40'dır, CH4 16'dır. Böl 2. 56'ın 2'ye bölürük 28. Azot da əlavə edirik 28-28 kütlə dəyişmir. İndi ümumiyyətlə biz bilirik ki, qaz qarışığına molyar kütləsi çox olan qaz əlavə eləyəndə kütlə artır. Az olan əlavə eləyəndə kütlə azalır. Bunu belə öyrənmişdik də. Məsələn, isti su, soyuq su qarışdırırıq. İndi isti sudan təzədən isti su əlavə edəndə isinir. Soyuq su əlavə edəndə soyuyur. İndi burada da yüngül qaz əlavə edirəmsə sıxlıq azalır, kütlə azalır. Ağır qaz əlavə edirəmsə kütlə artır. Yəni bu qayda ilə tapırıq. 16-cıda nə? 17-də nə deyir? Maddələr C2H4-dür, bir də N2-dir. Kütlələri M verib. Həcmi birini M verib, birini 4,48 litr. Və nəyi soruşur? M və N-i. N2-nin kütləsi 28-dir. Və 4,48 litr N2-dir. Bunun kütləsini tapaq. M qramdır. 22,4 litrin kütləsi də 28 qramdır. Buradan M eləyir 5,6 qram. M-i tapdıq. 5,6. Deməli, yuxarıdakı da 5,6-dır. Yəni C2H4. İndi bu dəfə də C2H4-ün 5,6 qramının həcmini tapacağım. C2H4-ün ml də elə 28 olduğuna görə 5,6 qramın həcmi 4,48-dir. Yenə də hesablayaq. 5,6 qram C2H4 x litrdir. 28 qram da 22,4 litrdir. Bu da eləyir 4,48. Sonra C2H4 C2H6 qarışığın kütləsini mənə verib 14,4 qram. Qarışıqda molekulun sayı 0,5. Nə deməkdir? Yəni 15 mol molekul var. Orta molyar kütləsi də x-dır. Bu rahatdır. 14,4 qram 15 molun kütləsidir. Orta molyar kütləsi 1 molun kütləsidir. 1 molun kütləsi də eləyir x. X də bərabərdir 28,8 qram. Bu birincidir, tapdıq. Bir də mənə nə deyir? Qaz qarışığında etilenin həcm payını tapın. Birinci baxaq görək qarışıqda nə qədər etilen var. Necə tapıram? 28,8 qaz qarışığının kütləsi bərabərdir. Birini x götürən, birini 1 çıx x. 28x üstə gəl. C2H6 30'dur. 1 çıx x vur 30. 28,8 bərabərdir. 28x üstə gəl 30 çıx 30x. Olacaq 2x bərabərdir 1,2. X da bərabərdir 0,6. Bu C2H4'ü tapdıq 0,6. Bu da olacaq 0,4. Bu 1 moldadır. Amma qarışığım neçə moldur? 10,5 moldur. Qarışıqda da etilenin həcm payını soruşur. 1 molda 0,6 mol etilen var. 10,5 mol qarışıqda da x etilen var. X elədi 0,3. Həcm payını da tapmaq üçün 0,3'ü bölürəm ümumi qarışığın moluna. 10,5'ə vururam 100. O da eləyir 60%. Sonra 19-cu sual. Qapalı qabda eyni mol miqdarda götürülmüş CO və O2 arasında CO və O2 arasında reaksiya baş verir. Reaksiya nəticəsində maddələrdən biri tam reaksiyaya daxil olur. Eyni mol deyirsə, CO-nun molu çoxdur. Hər ikisini götürürük 2 mol. Biri tam reaksiya daxil olur. Biz nə dedik? Dedik, eyni götürüləndə hansı çox girirsə, o hamısı girir. 2 mol götürübsə, baxıram CO çox girir, 2 mol girir. Oksigen isə 1 mol. Deməli, CO hamısı daxil olacaq, 2-dən ikisi də daxil olacaq, 0 qalacaq. Oksigen isə 2-nin 1-ə nisbətində girir. Oksigen deməli 1 mol girir. Onda 2-nin 1-i girəcək, 1 mol oksigen artıq qalacaq. Reaksiya nəticəsində bir tam daxil olur.
yəni CO. Digər qazın neçə faizi artıq qalır? 2 mol oksigendən 1 molu artıq qaldı. Yazıram 2 mol oksigen 100%dir. 1 molu x faizdir. O da eləyir 50%. 50% artıq qaldı. Bu birinci. Bir də məndən nə soruşur? Reaksiyadan sonra qabda olan qaz qarışığının orta molyar kütləsi. Reaksiyadan sonra 1 mol oksigen var. 1 mol oksigen neyniyib? Artıq qalıb. Daxil olmayıb. Bir də reaksiyadan sonra 2 mol CO2 alınıb. CO yoxdur, hamısı daxil olub. İndi bu qaz qarışığının orta molyar kütləsini tapıram. 1 vur 32 üstə gəl 2 vur 44 böl 3. 2 vur 44 88 eləyir. 32 ilə 88-i toplayıram, eləyir 120. 120-ni də 3-ə bölürəm, eləyir 40. Qaz qarışığının molyar kütləsi 40-dır.